Hədiyyə seçərkən sizin üçün vacib olan nədir? Düşünürəm ki, hədiyyə seçərkən önəmli olan insanın öz fikridir, ona uyğun hədiyyə seçmək və mənəviyyat daha üstündür. Qiymətinə diqqət edirəm, büdcəmə uyğun. Belə normalda harda ucuz hədiyyə var, ondan alıram. Bir də baxır hədiyyənin kimə alındığına. Daha çox maddiyyata o qədər önəm vermək lazım deyil hədiyyənin. Yəni böyüyü kiçiyi olmazsa, yəni əgər hədiyyə həqiqətən qəşəng düşünülüb alınıbsa, yəni o hədiyyəyə verilən mənəviyyat daha çox üstünlük təşkil edir. Hədiyyə seçərkən mən ilk növbədə ona diqqət edirəm ki, aldığım hədiyyə mənim həmin o hədiyyə verəcəyim insana uyğundurmu? Yəni mənəvi cəhətdən uyğundurmu, uyğun deyildirmi? Mən ən çox buna diqqət edirəm. Hədiyyə seçərkən ilk öncə insanın stilinə uyğun, düşüncə tərzinə uyğun bir şeyə fikir verirəm və mənəvi dəyərinə çox fikir verirəm ki, insana xoşuna gəlsin. Yəni bu sadəcə puldan ibarət olmasın da, biraz da düşüncə tərzindən ibarət olsun. Məsələn, o insan bir də qarşıdakı insandan da asılıdır ki, o elə şeyləri bəyənir ya yox. Hədiyyə seçərkən əslində çox şey diqqət etmək lazımdır. Bu hədiyyə məni yansıdırmı, qarşısındakını yansıdırmı, karşıdakımı yansıdırmı? Yəni bu şeyləri nəzərə alırıq, hədiyyə seçirik. Daha çox fikir verdiyim şey qarşı tərəfin, mənim şəxsən fikir verdiyim şey qarşı tərəfin bunu funksiyalı olaraq istifadə edə biləcəyi şeylər olmalıdır mənim fikrimcə. Çünki onu işlədəndə məni xatırlamalıdır. Deməli, ayda bunu mənə filan kəs almışdı kimisindən. Yoxsa suvenir, tablo, o bu kimisindən şeylər mənə daha çox xitab eləmir hədiyyə almaq baxımından.